Nazim müavin ətin qiymətindən danışdı. Nə danışıb? Hər il danışırlar da. İldə 10 dəfə, 20 dəfə danışırlar ki, ətin qiymətini fərq etməz, quzu əti olsun, mal əti olsun, qiymətində stabillik yaratmaq lazımdır. Biraz indirim olsun, hamı ətdən alsın, pişirsin, qidalansın, evində, mənzilində, mətbəxindən ətin qoxusu gəlsin. Hər il müzakirə olunur, amma nəticə yoxdur. Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsi, istehsalın artırılması və maya azalılması hesabına təmin olunacağı gözlənilir. Bax, dünən ətə əgər 17 manata görürük, səhər gedirik marketə görürük ki, bu 21 manatdır. Ətin qiymətini necə stabilləşdirmək olar, necə tənzimləmək olar? Uzağı 21 manat olubsa, olacaq 20 manat 85 qəpik. Bundan belə siz heç nə edə bilməyəcəksiniz. Bax, bunu mən deyirəm ki, belə olacaq. Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır. Ət istehsalının maya dəyərinə uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük deyə Zaur Əliyev qeyd edib. Və qeyd edib ki, mal ətinə tələbatı 83,7, qoyun ətini isə 94,2, quş ətinə tələbatın isə 82%-ni yerli istehsal hesabına ödənilir. Zaur Əliyev. Zaur müəllim, istehsalı necə artıra biləcəksiniz? Bax, mənim üçün maraqlıdır. Siz hamının təsərrüfatı olmalıdır. Məsələn, mən yadıma salıram ki, biz uşaq olanda hər həyətdə, nə bilim, qonşularımızın hər birisinin həyətində 1-2 buynuzlu inək, camış var idi, kiçik buynuzlu qoyun var idi. Məsələn, onlar kənardan ət almırdılar. Bunu artırırdılar, kəsirdilər, qonşular hamısı pay olurdu. Yadıma gəlir ki, belə düzülürdü paylar, hamı adı üstünə yazılırdı. 2 kilo, 3 kilo, 4 kilo, 5 kilo. Gündəlik olaraq, gündəlik də olmasa həftədə bir dəfə qonşulardan birisi məhz bax belə paylar edirdi, inək kəsirdi, qoyun kəsirdi və insanlar paya düşürdü, ucuz qiymətə başa gəlirdi. Alırdılar, pişirirdilər. Daima da soyuducularında ət olurdu, qazanlarında, sobaların üstündə ət qaynırdı. İndi o həyətlərin üstündə böyük açarlar var. Ümumiyyətlə, onlar unudur ki, inək, qoyun, mal, qara nə deməkdir? Çünki torpaq yoxdur. Əzizlərim, torpaqlara gedirsən bir dənə ayağı qoymaq istəyəndə, elə o filan kəs müəllimindir. O millət vəkilinindir. Bura icra başçısınındır. Ora icra başçısının mavininindir. Ora filan nazirindir. Əzizlərim, hansı bolluqdan danışırsınız? Hansı qiymət? Deyir 82% quş əti bizdəndir. Nə bilim, bizdə o alırlar. Siz düşünürsünüz o əti alırlar, marketlərdə var. Gedin bir piştaxtanın yanında durun, görən. 3 saata, 4 saata 1 kilo ət alan var orada, ya yox. Heç kim almır. O qiymətə nə alsın insanlar? Bu qiymətləri necə stabilləşdirmək olar? Necə bax, belə məhsuldarlığı yüksəltmək olar? Torpaqlar yoxdur, əzizlərim. Gərək torpaq olsun ki, kəndçi, kəndli, fermer, nə bilim, torpağı sevən bir insan baxacaq ki, boşluqdur, ot var, torpaq var. Təbii ki, o da saxlayacaq inək, qoyun, camış. Bunlar olmadığı halda ora bir dənə inək girsə həmən cərimə olunacaq. Bu yaxınlarda Şabran rayonunda bir nəfərin təsərrüfatı var. İnək, qoyun saxlayırdı. Bunun bir inəyi gedib kənarda olan tarla kimi olub da orada belə otlar olub. Özü səmimi etiraf etdi ki, bizdə otlar yoxdur. Deyir, biz çalışırıq evdə, çörəklə inək, qoyun saxlayırıq. Oradan gedib biraz ot otlayıb. 11 manat, 11.000 manat, 11.000 manat o vətəndaşı Ağlar kəndindən idi, Şabran rayonundan. 11.000 manat aziyyə onu cərimə etdi. İcra başçısının mavininin torpağına bunun inəyə girdiyi üçün. İcra başçısının mavini hara, torpaq hara. Ged vəzifəvi icra elə də sən niyə gəlib torpaqda eşələnirsən? Adamın dədə babadan deyir, dədəm, dədəmin dədəsi, dədəmin dədəsinin dədəsi. Bu torpaq onun olub.
İndi gəlmisiniz kəndçidən torpağı almısınız. Hörmətli kənd təsərrüfatında çalışan mütəxəssislər, nazir, müavin digərləri biraz həssas olur torpağa qarşı da, kəndçiyə, kənddə çalışan, kənddə yaşayan insanlara qarşı da.